Amma bu dəyərli günlər içərisində bir gün var ki, çox dəyərlidir. O gün elə bir gündür ki, 124 min peyğəmbərin hamısı o günün hörmətini saxlayardı. Əli əleyhissalam o günü xüsusi gözləyərdi. O gün gəldikdə xüsusi sevgi ilə, məhəbbətlə ibadət eləyərdi. O gün Şaban ayının 15-idir. Elə bir gün ki, o gün dövrün imamı dünyaya göz açır. Bəşəriyyətin xilaskarı, elə bir şəxsiyyət ki, dünya bugün ona daha çox ehtiyacı olduğunu hiss etməkdədir və onu duyur, onsuz yaşamaq qeyri-mümkün olduğunu hiss edir və başa düşür. Və o gün ibadət eləmək, o gün əhya saxlamaq, oyaq qalmaq xüsusi tövsiyə olunub. Ramazan ayının Qədr gecələrindən sonra ən fəzilətli gecədir Şaban ayının 15-i.